Peki uşaqlar, nə yaşandı? Mən Kəmal ilə 4 ay əvvəlimizə aid olan bir vlog izlədim və mənə 10 il əvvəlmiş kimi gəldi. Çünki ikimiz də birər bebeşiz. Yəni çox şey dəyişib. Çox şey dəyişib. Məsələn, onda sarı deyildim, indi elə. Və çox duyğulandığım üçün dedim ki, niyə yenidən vlog çəkmirəm ki? Niyə yox? Birinci izləyicilərlə bir yerdə sənə bu sualı veririk. Neynəmisən? Neynəmişəm Kəmalə xanım? Mən sənlə qoşulmadan 40 dəqiqə qabaq başladım dərsə ki, sənlə qoşulanda bir də lüğət təkrarlamaq məcburiyyətində qalıb səni gözlətməyim. Bu səbəbiyyətdə dünən çıxartdığım bütün lüğəti təkrarlamışam və üstünə hətta onlarla cümlə qurmuşam və sinonimlərlə birlikdə oxumuşam. Sizi Ülker xanım çox böyük qürur hissi ilə təbrik edirəm. Bugünün daily planını mən təqdim eləmək istəyirəm. Bugün writing eləyirik. Daily planımı qoyub tərəfə. Agri işləyək, onu oxumuşam. Sizə agri-disagreemiş. Amma oxumuşam, ondan işləyək də. 41 dəqiqədir dərs oxuyuram və keçirəm indi writing-ə. Bu arada sizə overalllarımı demək istəyirəm. Reading-im 4 dənə reading işləmişəm. Bu arada mən IELTS-ə 1 həftədir falan başlamışam, yəni qınamayaq. Mən pre-IELTS-a da getməmişəm bu arada. Mən direkt B1+-dan IELTS-a keçmişəm. Nəysə, reading-im ən son işləyəndə 5-5 idi. Listening-im ən son işləyəndə 4 idi. Speaking-im ən son müəllimlə speaking eləyəndə 6-5 idi. Writing-im ən son işləyəndə 5-5 idi. Overall-um ən son 5-5 və 5 olub. 2 dəfə overall çıxartmışıq. Opinion essay, task 2. Burada writing yazmağı sevirəm. Writing-lə bir problemim yoxdur mənim. Bu arada bu həftə maraqlı olacaq. Çünki həftə sonu sizlə birlikdə oyun günü eləyirik. Bazar günü ingiliscə speaking günüdür. Saçımı boyatdırmağa getməyi fikirləşirəm və dırnaq düzəltdirməyə getməyi fikirləşirəm bu həftə ərzində. Bu səbəbdən bu həftə qısa maraqlı bir həftə olacaq. Ona görə maraqlı bir həftədə açdım. Bir də işləməliyəm. Kəmal ilə sağollaşdıq. 2 saat 2-dir. 2 olduğu üçün bıçılayıram. Demək ki, writing-dən 5-5 aldım. Ama bu ChatGPT'nin dediydi. Müəllimim ne der onu bilmiyoruz. Onda 6 ders aldı, fevralda dersim var. Orada öğreneceksin. İndi mən ChatGPT'nin dediklerine göre səvələdiyinizi düzəldəcəm. Ondan sonra lüğətimə baxacağım. Saat 2'dir və 4 saat 20 dəqiqədir. Ama 20 dəqiqə arada dincəlmişim. Günaydınlar. Günaydın dediğime bakmayın. Yatmamışım. Sizə başa düşülmə olmasın. Bizdə elə şeylər olmur. Dünənləri. Görürsünüz 5 saat orada. 5 saat dərs oxumuşam. 5 saat. O 5 saatin üstünə 5 saatda indi oxuyub 10 saatda total tamamlamağa fikirləşirəm. Uzun müddətdir vlog çəkmirdim deyə bir duyğusalımdır bu aralar. Bu həftə maraqlı bir həftə olacaq. İnanıram, inanmaq istəyirəm. Lüğətlərim, qrammatik xətalarım və Ülker Hüseyinli dərs oxumağa geri dönüyor. Akon konserti var. Keçən il vloglamışdım, bu il də vloglayaram. Həyatımda ilk dəfə 14 fevralda planım var. O qədər mutluyam ki, sizə izah edə bilmərəm. Yəni 21 ildir bu həyat və mən ilk dəfədir ki 14 fevralda bir şey edəcəyəm. Instagrama çox minnoşdur. Instagrama bizi nə yazırlar? Mən çox Instagram işlətmirəm. Onlar YouTube'a video atmağa davam eləyəsiniz. Yiyərəm səni. Həbtək eləyərəm davam video atmağa. Biliyorsunuz, mən marketoloqam. Bu səbəblə də freelance olaraq strategiya falan yazıram şirkətlər üçün, kiçik işlətmələr üçün və s. Ona görə belə kiçik bir 2 saat işlədim. İndi yenidən dərs oxumağa davam edə bilərəm. YouTube'umun dəyərli üzvləri, necəsiz? Ya mənim qıdım var deyə, mən insanlar qıdı da deyil əslində. Şurada minik bir şey var. Və mən çox vaxt videolar belə çəkirəm deyə, elə bilirlər ki, mən kökəm. Üzümə gələn şey deyirsə uzunmuşsa, bir tıfıl bilirlər, bir kök bilirlər. Tort yeyə bilərəm. Şöyle burada bir şey diyeyim, bu iki sosu qarışdıran çox işə salat sos olur, xəbəriniz olsun. İçinə biraz da mayonez qatsan. Karşı qızardım da onda, qızardıq. Bu arada deməyi unutdum. 6 saat dərs oxumuşam. 6-dan o tərəfə getmədiyə saldım. Some petty problem. Günaydınlar. Günaydın da eləsinə qalsa axşamdır, gecədir də. Mən şey elədim. Günorta saat 12 kimi falan
geri yatdım. Geri yatdım deyə yatdım, yəni yuxu yatmaq üçün yuxuya yatdım. Bu nə cümlələrdir mən qururam. Nəysə də saat 5 kimi falan durdum. İndi də 7-dir. 1-2 saat uzandım, yemək falan yedim. Nərmanovda suları kəsiblər. Belə bir kritik bir durum var. Kritik bir durum var. Azərbaycan dili məni tərk eləyəli uzun bir müddət olur deyəsən. Nəysə, İngilis dili gəlir etməm. Azərbaycan dilini sonra toplayacağım. Dərs oxumağa devam ediyorum. İndi listeninglərimi bitirəcəm. Bir dənə listening işləyəcəm. Listening lüğətini çıxardacağım. Böyük ehtimalla 2-3 saata bitirərəm deyə ümid arzu edirəm. Sabahınız xeyir, Ülkəristanın gözəl üzvləri nətərsiz. Deməli, əslində qalsa Ülkər çoxdan durub. Yemək niyyətdə hər yeməyimi göstəreyim sizə. Xahiş edirəm bir dəqiqə. Çox sağlıqlı qidalanan bir insanam çünki mən. Tort. Qardaşımın 25 yaşı oldu. Ondan tort qalmışdı. Bir təbrikinizi alarıq. Dərs oxumalıyam. Amma ondan qabaq Gender Hub'la bir dənə görüşüm var online. Evet, bacımız qəşəng şeylər eləyir yenə. O mitingə qoşulacağam. Yarım saat sonradır. Ona kimi də video atmışam YouTube'a. YouTube'a yox. Hər yerə də shorts olaraq atmışam. Düzdür. YouTube'a da shorts atmışam. Instagram'a da Reels yükləyirəm indi. Belə. IELTS dərsim var 2-3 saat sonra. MİTə qoşulandan sonra oturub vokabülər işləməliyəm. Çünki müəllimin verdiyi vokabülərini öyrənməmişəm. Deyəcəksiniz, Ülkər, dünən 9 saat ərzində nə işlə məşğul olmuşsan, bəs dərs oxurdunsa, başqa dərslərimi oxumuşdum da, yəni reading, writing falan fistan o gibi işlər. Vokabülərə baxmadım. Ya vokabülərini özüm çıxartdım. Müəllimin göndərdiyi vokaba baxmamışam. Yoxsa özüm vokab çıxarıb öyrənmişəm. Dünən 3 saat vokab öyrənmişəm. Amma o vokab yoxdur, fərqli bir vokab öyrənirdim. Daha çox pul qazana bilməyim üçün məni follow eləmək, YouTube'dan unutmayın. Çünki tək gəlir qaynağım mənim YouTube'dur. Yəni sosial media aspektinə yoxsa işləyirəm özüm, o ayrı məsələ. Amma yenə də sosial mediadan da qazanmayaqmı çox pul gözümü tökür. Belə fikirləşin də, məsələn, siz bu videonu izləyirsinizsə, məsələn, atdan dost var, dostun deyilsə. Cibinizdən heç şey çıxmadı, amma mənim cibimə girmək lazım. Yəni bir takipdir be. Nəysə, zarafat eləmişsiniz də, yəni. Məni sevməyən insanlar etməsin mənə takip, lazım deyil. Mən məni sevən kütlə ilə xoşbəxtim. Ay uşaqlar, məni izləyənlərin sevəni qədər sevməyən də olduğunu bilirəm və çox qəribə oluram. Yəni, çünki normalda sevmədiyin insanı hani ignore eləyirsən həyatından, görmək istəmirsən. Məni follow eləyib, məni nifrət yazan insanlar var. Ay, bir şey, mənə niyə nifrət edirsən qardaşım? Mən sənə necə batmış ola bilərəm? Dərs oxuyan, işində, gücündə, 20 yaşında bir qızam. Sənə necə batmış ola bilər də, yəni? Necə də, yəni? Düzdür, 15 yaşında qızların evləndirilməsinə və uşaq sahibi olmağına qarşıyam axı, yəqin o batıb. Ya da qadınları həmişə dəstəkləyirəm, o da batmış ola bilər. Çünki erkəklərə edir çoxunluqla. Bunlar batmış ola bilərsə, amma etməyə davam edəcəm. Gender Hub'a da dəstək olacağım. Hamıya dəstək olacağım, bütün qadınlara. Biz birlikdə güclüyük. Siz erkekler, shut up. Erkek olarak sus, bir erkek olarak sus be adam. Bu arada bir şey diyeyim. Erkəklərdən nifrət eləmirəm. Çox belə səhv başa düşülən bir məsələ var. Mən bir oğlan tanışım mənə demişdi ki, sən oğlanlara nifrət edirsən. Mən demişim gerizekalı, sən arkadaşız ya. Necə nifrət eləyə bilərəm erkəklərdən? Sən varsın ya. Səbuhi deməyib bu arada bunu. Erkəklərdən nifrət etməm. Erkəkləri severim. Mövcudda erkek severiz. Sabahları oyun günüdür. İzləyicilərimlə görüşüb oyun oynayacağım. Onlardan danışır ki, onlar alovu tapmağa çalışırdılar. Dostlar, mən yandım. Mən yandım, bitdim, tutuşdum. Allahım, bayılacağım. Müəllimimlə dərsdən çıxdım indi. Və mənə bilsin nə qədər tapşırıq verdi. Baxın, IELTS hazırlaşacaqsınızsa, bu ciddi bir müəssisədir. Mənim kimi son bir ay hazırlaşmayın. Yavaş-yavaş hazırlaşın ki, müəllimimiz üstümüzə donla dərs yıxmasın. Müəllimim videolarımı izləyir, biz Instagramdan followlaşırıq da. Mən hər müəllimimdən Instagramdan takibləşirəm. Belə bir huyum var ki, nə elədiyimi daha yaxşı görsünlər. Arzu müəllimdən takibləşmirdim. Yəni mən onun IELTS hesabını takip eləyirdim də.
Yəni şəxsi hesabdan takibləşmirdik də. O mənim şəxsi hesabdan takib eləmədiyini düşünürdüm. Mən də ayıb olmasına takib atmırdım. Mənim müəllimlərim özləri mənə həmişə takib atırlar. Mən onlar takib atsalar geri dönürəm. Çünki hər müəllim də tələbəsi ilə takibləşmək istəməyə bilər yəni. Sonra gördüm ki, result paylaşmışdım Instagramda. Gördüm ki, müəllimim reply atımdı. Dedim, ay beni takip ediyormuş. Aldım belə. Mən də tez geri takip elədim. Dedim, İndi problem budur ki, görür neynədiyimi. Qadın görür ki, oxuyuram. Deyir, oxuyursansa biraz da, oxuyursansa biraz da verim. Bu arada vlog çəkməyə başlayandan sonra fərq elədim ki, mən bütün gün burada otururmuşam, yəni. Technically hiçbir şey yapmıyorum ama sabah birlikte əylənməyə gedəcəyik. Həm dırnaq çəkdirməyə gedəcəyik, həm də danışıq əyləncə günü, 10 günə gedəcəyik. Overall'um 6 çıxdı. Overall'um 6 çıxdı. O nədir? IELTS-dən bir girsəm ayası 6 alarmışam. IELTS readingdən 7 aldım. Başa düşürsünüz bu nə deməkdir? IELTS readingdən 7 aldım. Çay qızsın. Özümə çay qoyacağım. Taşacaq bu dəniz izləyirəm, bilənlər bilər. Oturup onu izleyeceğim. Sonra da yatacağım. Sabah görüşmək üzrə. Bye. Bilirsiniz mənim YouTube'umda problem var idi. O datadan xəbərdarsınız. Hə, onu həll elədim mən. Gözünüzü köpək oğlan qalmayasın, sevin. Hayır. Ya. Yok, bu yanlış gelmişti. Bir tane de oğlan var. Demək, mafya necə oynuyorsunuz? Yo, o məndə yox. Çirkəf oynuyorum, sarkı oynuyorum. Mən manipət oynuyorum. Mən bu arada oynamayacağım, Parisiyəm. İkinci oyun oynayacağım. Və bir şey diyeyim sizə. Nə deseydim sizə? Ben nasıl satılmış? Tamam. Ülker. Estağfurullah. Sevinler. Şükür olsun. Şükür olsun kız bana. Toyda. Aha. Estağfurullah. Aklıma geldi. Niye? Sevin namerden de namerden. Sinemaya gelir böyle. Vallahi sinemaya gelir. Arkada oturur kabakta. Ona göre gülmedi. Yaptıracağız tırnaklarını. Yine benimle. Neden burada hiç bilmiyoruz. Şakar bakın siz biriyle tanış edeceğim. Bu Zeynal'dı, benim ikizim. Hiç oxşamır. Karakteri sıkı okşuyorum. Mənim ikizim yoxdur, məndən təkdir. Film kasmıyla üstümden. Niyə ki? Evet arkadaşlar, bugünkü qonaqlarımız Səbuhi ve Zeynal'dır. Zeynal ve Səbuhi qardaşdılar. Mənəvi. Qanmağım yoxdursa mənim Bəli, mənəvi. vaftiz. Vaftiz, eyni vaftizdə vaftiz olmuşuq. Xristiansan atsan. Olsun da mən dinlərə inanmıyorum. Uşaqlar, biz Zeynal'la çox xarakteristik oxşuyuruq. Səbuhi bu durumdan heç xoşbəxt deyil. Nədir? Deyirəm, biz çox oxşuyuruq və Səbuhi bundan heç xoşbəxt deyil. Səbuhi, amma hətta oğlan olsaydım elə bir oğlan olardım. Net. Netə? Net. Sana oğlum. Niyə ki, mən əslən qısa düşünürdüm operasyon. Səbuhi bizdən qopub yemək yeyir. Bu yenə şikayət edir, buna bəbiş menüsü almışıq deyə. Mən də işte yeyirəm. Opsiyonel seçimlər, mən yeriləri çox sevirəm deyə yeriyirdik Zeynal. Opsiyonel. Tabii. YouTube kanalımın nadide inciləri, necəsiz? Bu Şirevdən qaçdı halım sizi şok etdi böyük ehtimalla. Bəli, Ülker Hüseynin real saçları belədir. Hələ tam qurudulmayıblar. Əlimi çox pis vurdum. Bayaq tripodu götürməyə gedəndə yıxıldım çünki. Bugün nələr edəcəm, onu fikirləşirəm. Video editlədim, yüklədim bayaq. İş üçün konsept hazırlamalıyam. Mutsuzluq. İşləməkdən heç xoşum gəlmir. Göz bir mən havadan pul versə də işləmək zorunda qalmasam. Daha çox mənəm. Sabah hazırlığım var. Sabah sizə bir sürprizim var. Çox adaqsız. IELTS tapşırıqlarımın heç birini işləməmişəm. 2 həftə sonudur işlədim. 5 qəpik qazanmadıq yenə. Allah be, ziyanına işləyirəm mən. O şey belə işləmədən əvvəl daha az borcum var. Arkadaşlar, Ülker'in xaricə getməsi üçün kendisine paraya ihtiyacı var. O yüzden indi kanalına abone olsanız çok seviner. Teşekkürler. Daha necəsiz? Reading yazıram. Amma siz necə? Yəni həyatımda reading qədər mənim sıxıldığım ikinci bir şey yoxdur da. Bu arada Kəmalə ilə middəyik.
Uş, iki gözümün çiçeği. Şurada ürək eləyim. O görməsə də biz ona buradan bir ürək edək. Guys, merhaba. Saat 2'dir və mən 4 saat 27 dəqiqə dərs oxuyuram. 5 yığdım readingdən. Bunun üçün biraz moralim bozuk. Gidip biraz vokav işləyəcəm yenə. Saat 5'te indi gedirəm 1-2 saat yatmağa. Saat 7-8 kim durub yenə dərs oxumaya davam edəcəm. Salam YouTube kanalımın nadidə üzvləri, necəsiz? Sizi yenidən Ülker Hüseynli salamlayır. Sizə dediyim mənim üçün çox önəmli olan sürpriz gələn həftəyə qaldı. O yüzden gələn həftənin vlogunda izlərsiniz deyə düşünüyorum. Burada makyajıma baxın. Bu gözlərimin buraları kırmızılar çəkdiyimdə salmış. Hara gedirik desəz uşaqlar, gedirik Fransa çəkiliş eləməyə price üçün. Hadi gittik, orada görüşürüz. Günə dostlar. Gedirik mənim linsamı götürməyə. Ayağım o qədər pis ağrıyır ki, izah eləyə bilmərəm sizə. Boş olanda can sıxıntısından makyaj eləyir səni. Baxın. Can sıxıntısından belə makyaj eləmişəm. Can sıxıntısı makyajıdır da. Eyelinerımın biri ayağına baxır, o birisi çayana baxır. Çıxdıq belə küçəyə belə bu tipdə. Başımı da örtdüm. Namus, sən nə gözəl şeysən. Neyse. Aldım. Gün o. Saç bahaneydi. Değişsiz konserden bir bahçede. Yanımızda Gani var. Hello de. Salam, necəsiniz? Saçım nasıl olmuş kız? Canım sıkılar. Demək uşaqlar, Kemal'in qavat olduğunu düşündüyüm üçün, hətta mega qavat olduğunu düşündüyüm üçün Testə girdim. testə girdik. Dedi ki, toksik qısqanc deyilsən. İndi mən eləyəcəyik, yol çəkirik. Aha, indi sualları Bir də soruşuram. əl-ayağımı titrəməyini görəcəyik. Mənə şey deyəcək, mağara. Mağaranı Birinci mutlu sual. qal. Partnyorun yayda küçəyə çıxanı düymələrini açıq qayır. Okay. Əzərlərdə belə görürsən. Okay. Daha da geyinir. Baxın, hər şey deyir. Geyinir. Okeydir ya yox. Okeydir. Olar. Keçən İcazə verirəm. Geyinsin. bir məclisdə başqa bir qadın sənin yanında partnyoruna açıqca flört eləsə, toxunsa, gülümsüb reaksiya verməsə sənin partnyorunu həmin xanıma, sən şey düşünərsən, uyda mənim bəyim nə qədər xarizmatik. O reaksiya vermədi deyə o gecən onu vurulum bir dənə sıxaram. 3. Bu arada şey demirəm, mesela başa düşməyin, kobul orada kıza bir şey desin falan demirəm. Sadəcə gülümsəməsin, sadəcə belə belə Partnyorun tək başına və ya subay dostları ilə birlikdə qızların çox olduğu bir yerə gedib, kluba məsələn. Və səhərə qədər orada qalması, sən okeysən, nedir, okey deyilsən. indi. Mən sənin əvəzibə yazdım da yəni. Yox, gəzə, yox. Mən İzah bilirəm. eləmək istəyirəm. Biz elə, mən cavabını. Əgər güvəndiyim dostları ilə, sən məsələn gedə bilməz, yox. 4-cü suala keçirik. Kürəyim ağrıyıb deyir, belə ağır iş görüb yazıqşan. Gözəl bir xanımın yanına masaj məqsədli gedirsən. Cavab verirsən. Yox. Yox. Yəni kişi masajist qusarıb dünyada. Düzdür, kişi masajist yoxdur. Mənim hər şeyi hə dediyim suallar sizsiniz. Bütün günü fitness modelləri bacılarımızı, model bacılarımızı takip edirsən. Etməsin, olmaz. Mən cavab vermirəm. Rəfiqəm dediyi qız onun dizinə əlinə bax. Bir dənə Cavab verirsən. Bir də bəlkə mən bayaq səhv olmuşam. Rəfiqəm dediyi bir qızın onun dizinə Əlini qoyar. dizinə əlini qoyması və ya deyir ki, əlini uzun müddət qoymur, belə dedi getdi. Bir də uzun müddət qucaqlaması. İkisi də okeydir. Əli bax, bizim danışanda bu mən də belə eləyirəm də sən. Kemal'ə bir şey deməsin, nə olur kaçan, mən yerində. Mən fikrim çox Qaydı yazsınlar. Hansınız, hansı oğlan dostunuzun ayağını əlləyirsiniz? Mən də Mən də bunu eləmirəm. yazsın. Amma sən Sən də oğlan, sən də elə bir şey eləmirsən. Oğlan dostun, qız dostu arasında pərdə olmalıdır, sərhəd olmalıdır. Niyə sanır? Qızın zihniyeti kirlidir deyə hamının özü kimi bilir də. Sən mən çox deyirəm. Sən hər şey okey verirəm. Keçmiş sevgilisiyle dostlar. Çok kısa. Vaxtaşını kofi içməyə gedirlər bu qədər.
Okey. İstəyirsən cavab. Nə yorum? Olmaz. 8-ci suala keçelim. Mən hər şeyi yiyeyim. Mən bu sualı Olaq demişdim buna. mən buna yox demişdim. Dedim, o bu nədir falan. Bir dənə sən yox demiş oldu. Tamam, okey məncə. Partnyorun, buna da yox demişdim sonra. Partnyorun. Gecə biri partnyorun iş yoldaşdı, yazıb ki 2-də. Yatmamısan, sual işarəsi. Sən də bunu şeyə başa düşürsən və elə bir şeydir. Okeydir. Gecə 2-də sənin partnyorun iş yoldaşı sən yatmırsan deyə sual verirsə okeydir. Yox. İş yoldaşı və 2-də Yoxsa yatmırsan zəhərman sual qaptırmasın. işarəsindən şey oldu. 9-cu sual. Qada rəhbəri ilə gedib başqa ölkəyə səfərə. Ola bilərim. Olar. Sənin yanında başqa bir xanımın gözəlliyini, bədən quruluşunu ballandıra tərifləyirsə, Hörmətsizlik deyə. Allah görmətsizliyidir. görək sən nə çıxarsın? Ultra mega Mən mağar dedim ki, adamı. sən toksik qısqanc deyilsən, qısqanc deyilsən dedi. Düz qısqanc Qavatsan deyilsən, deyil. Dedim, o qarşılıqlı da 2 dənəsinə hə demişdim. 8-nə yox demişsən Ülker. 10 dənə sualın 8-nə yox demişsən Ülker. Nələr olar dedim. Biri bir də toxudur. Şey dedim, yaraşıqlı görməsinə bir də peşəkar işdən, nəsə iş yoldaşına gedirsən, onu gedirsən. Bax, yox dedin sual 2, 3, 4, 5, 6, 7, 8, 9, sonra 10. Yazıb ki, sən realist qoruyucusan. Sən sevdiyini korur. Yaz, iş və sirdə duyğu və təmasda qətiyyən başqaları ilə paylaşmırsan, amma ben işsənmişdə buraxırmışsan. İşləsin. Zaten bilirik. Pul qazanmaq lazımdır. Bəynindən biri olsun istəyirəm. Kim olsun ki, istəmir ki, bəyninməyəm Mən. biri. O mənə də atıram da. Sən göstərsən deyirəm ki, Ülker bunda da meymunun balasına oxşayır. Belə biri olmanı istəyirsən. Mən bəynim Elə olmalı. deyirsən zaten. Çok üzüldüm ya. Seni bu gibi kucaklayacağım. Başla. Gel bir şey. Ama hakikaten meymunun balasına oxşayır. Niye bilərəm? Mənim şəxsi dünyamda meymunun balası. Bu arada bizim bir ilimizdir bugün. Yani əsəqəsə deyil də biz Qərar verdik ki, hazır ki, nəfə yemişkən bir il tutamıq nəfəsi olsun. çünki biz bir ildə arkadaşmısıq. Ağlamığı. Və bunu biz bayaq Snapchat-a baxanda kəşf elədik ki, bir il əvvəl bugün şəklimiz var. Bəlkə verməyəmə saçımını oynayıram. Çox sevdiyim mahnı deyir ki, içimdə tutamam ölüm var. Bu səbəb nə? Yaptık bir şeyler ya. Neyse. Nasılım bacım saçım hakkında realım. Səhər tezdə salona getmişəm. Uşaqlar, Əli bəy saçımı açdı, saçım əlində qaldı. Bildiğin pişmaniye kimi videosunu koyaram bura. Pişmaniye kimi dartıldı saçımda yani. Qorxuncuydu, qorxunc. Eve geldim öyle. Yıkıldım divana. Bu aralar çok övülürəm. Başıma duz falan da oluyor. Bir bölümün daha sonuna geldik. Şimdi hatırladım. İkinci vlog çekeceğim, rahat olmayın. Yani Hakan Aydın konserti, yani tabii ki de vlog gelecek. Ona göre videonu beğenmeyi, eğer sevdiyseniz arkadaşlarınızla paylaşmayı unutmayınız. Öpürəm sizi. Görüşmək üzrə. İndi bu arada gecəm idman edəcəm, sonra da dərs oxuyacağam. Bunu da deyim. Belə bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Öpürəm hər birinizi. Bye. Demək uşaqlar, biz 14 fevral çiğ köftə yiyərəkdən keçirdik. Karşımda sanki yabancı, her şey mi yalandır? Hadi Sezai, arabada karşılık yedik cezayı. Güllerinizi göreyim, güllerinizi. Nerede gülleriniz? Lan dur atma. Baktım manitalarınıza çiçek alacağı yok, ben aldım.